Dəyərli izləyicilər, Elmlər metrosu yaxınlığında Zahid Xəlilov küçəsində, burada Almaz Park yaşayış kompleksinin tam yanında 18 mərtəbəli binanın 7-ci mərtəbəsində qanuni bir otaqdan 2 otağa düzəlmə, tam təmirli, təmirdən sonra yaşayış olmayan əşyalı mənzil təqdim edirəm. Bura mənzilin qonaq otağıdır. Kvadrat sahəyə malik qonaq otağımız var. Mənzilin qarşısı açıqdır, heç bir maneə kəsmir, gözəl panoraması var. Əşyalı şəkildədir. 55 kvadrat müsahibədən ibarətdir mənzilimiz, kubsalıdır. Burada giriş qapısı yerləşməkdədir. Girişdən daxil olduqda solda qardirob mebeli quraşdırılıb. Döşəmə isti döşəmədir. Sağda mənzilin mətbəxi yerləşir. Baxın, mətbəx mebeli də tavana qədər yığılmış şəkildədir. Bütün mebel və elektrik avadanlıqlar da hamısı quraşdırılmış vəziyyətdədir. Burada mənzilin yataq otağı yerləşir. Baxın, burada olduqca geniş bir sahəyə malikdir. Qarşısında eyvan yerləşir. Eyvanda kombi aparatı, qaz sərvəzi də quraşdırılmış şəkildədir. Həm qonaq otağında, həm də yataq otağında kondisioner quraşdırılıb. Burada isə divar içi belə bir şkaf yığılmış şəkildədir. Son olaraqsa burada mənzilin sanitar qovşağı yerləşir. Baxın, bütün aksesuarlarla təmin olunub. Döşəmə isti döşəmədir. Qiymət 259 min manat start qiymətdir. Açarlar bizdədir. Gün ərzində mənzilə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.